Eduventos AZ platformasında sistemdə imtahanlar və imtahanların tipləri haqqında məlumat. Əvvəlcə daxil olun bölməsində qeydiyyat zamanı istifadə etdiyimiz nömrəni daxil edirik. Şifrə hissəsində qeydiyyatda təyin etdiyimiz şifrəni yazırıq. Daxil olun düyməsinə klik etdikdən sonra profilimizdə test sınaq bölməsi bizi qarşılayır. Əgər 9-cu sinif və ya daha yuxarı sinifdə təhsil alırıqsa, qarşımızda sinif üzrə və qrup üzrə seçimlər açılır. Əgər daha aşağı siniflərdə təhsil alırıqsa, bu zaman bütün imtahanlar sadəcə sinif üzrə görünəcək. Sinif üzrə seçildikdə quizlər, testlər, ümumi sınaqlar və müsabiqələr bölmələri ekranda görünür. Bunların hər biri təhsil aldığımız sinif və sinifdə keçilən fənlər üzrə təyin olunur. Qrup üzrə seçimində isə biz seçdiyimiz qrupların daxilində buraxılış mərhələsi və blok mərhələsi üzrə hansı fənlər mövcuddursa, həmin fənlər və tədris sinifimizə qədərki bütün siniflər üzrə imtahanları görürük. Buraxılış mərhələsinə klik ediriksə, burada quizlər, testlər, buraxılış imtahanları bizi qarşılayır. Quizlərə klik etdikdə, burada siniflərin tədris sinifimizə qədərki bütün sinifləri görürük. Hər hansı bir sinifə daxil olduqda buraxılış mərhələsi üzrə fənlər, fənlərə daxil olduqda isə həmin mərhələlər üzrə bütün quizlər qarşımıza çıxır. Bu quizlərdən hər hansı birinə daxil olaraq biz imtahana başlaya bilərik. İmtahana başladıqda təyin olunmuş sual sayı qədər sual bizi qarşılayır. İmtahanı bitirdikdən sonra biz imtahanı bitir düyməsinə klik edə bilərik. Sualların hər birini seçdikdə yuxarıda hansıların cavablandırıldığı və cavablandırılmadığı görünür. Digər imtahan tiplərində də başlama prinsipi eynidir. İmtahanı bitir düyməsinə klik etdikdə imtahanı bitirmək istəyirsiniz sualı qarşılayır. Burada bəli düyməsinə klik edirik. Bu zaman qarşımıza süni intellekt tərəfindən ümumi imtahanda necə performans göstərdiyimizlə bağlı analiz çıxır. Analizə nəzər yetirdikdən sonra ümumi nəticələrimizə baxa bilərik. Nəticələrdə bütün suallar üzrə tək-tək doğru və yanlış cavablandırılması ilə bağlı məlumat görünür. Hər hansı bir sualla bağlı əlavə sualımız mövcuddursa, sualın izahını süni intellekt vasitəsilə ala bilərik. Süni intellekt sizə bu cavabın niyə doğru və siz qeyd etdiyiniz cavabın niyə yanlış olduğu barədə ətraflı məlumat verəcək. Profilə geri qayıtdıqda ümumi sınaqlar və müsabiqələr kateqoriyası digərlərindən biraz fərqlənir. Ümumi sınaqlar və müsabiqələrdə biz standart təyin edilmiş vaxtda imtahana başlayır və digər öz sinifimizə aid olan şagirdlərlə mübarizə aparırıq.